Hər vaxtınız xeyirli olsun, hörmətli Həsrət və Ümid verilişinin daimi izləyiciləri. Hər birinizi salamlayıram. Məlum olduğu kimi, artıq bizim Salyanın Qarabağ kəndində növbəti verilişimizdir. Növbəti verilişimizin qonaqlarını sizə təqdim etmək istəyirəm. Amma təqdim etmədən öncə bir şey demək istəyirəm ki, Qərbi Azərbaycanın Paşalı rayonunun Teyit, Köşbər, Leyli, Qaçar və xüsusən Tarp kəndindən də bildiyimiz kimi Qarabağlar kəndində Yenikənd adlanan bir ərazidə yəni Qərbi Azərbaycanlılar orada məskunlaşıblar. Çox təəssüflər olsun ki, xalqımız illərdir bu deportasiyanın qurbanı olubdur. Yəni bizim Qərbi Azərbaycanlılar Azərbaycanın fərqli bölgələrindən məskunlaşıblar. Bugün də bir şəhid ailəsinin qonağıyam. Əziz tamaşaçılar, məlum olduğu kimi bu Qarabağlar kəndində Həsrət və Ümid verilişinin qonaq olduğu ikinci şəhid ailəsidir. Cənab-ı Allahdan şəhidlərimizə Allah rəhmət diləyirəm, qazilərimizə Allah uzun ömür, can sağlığı versin. Verilişimizin qonaqlarını sizə təqdim etmək istəyirəm. Verilişimizin qonağı anamız, dəyərli ağbirçəyimiz Şahbazova Rahilə Nəcəf qızıdır. Onun həyat yoldaşı rəhmətli Şahbazov Əsgər Həsən oğludur, olmuşdur. O haqq dərgahına qovuşubdur. Allah rəhmət etsin ay bibə. Başınız sağ olsun. O bir qonağımızı təqdim etmək istəyirəm. Rahilə anamızın oğlu Şahbazov Elman Əsgər oğlu və bir də ekrandan gördüyünüz kimi 1994-cü ildə itkin düşmüş, Füzuli rayon ərazisində itkin düşmüş şəhid Şahbazov Zaur Əsgər oğlunun şəkillərini görürsünüz. Bunlar hal-hazırda Salyan rayonu Qarabağ kəndindən məskunlaşıblar. Öncəliklə ilk sualımı Rahilə ana ilə başlamaq istəyirəm. Rahilə ana, necəsiz? Çox sağ olun. Allah köməyiniz olsun. Biz veriliş olaraq sizin gəldik, qonaq olduq sizə. İstədik ki, yaranızı deşmək kimi olmasın, amma əslən Qərbi Azərbaycan Tarp kəndindən olan bir şəhidimizi çəkmək, işıqlandırmaq bizim boynumuzun borcudur. Ona görə də istəyirəm ki, ilk sualımı elə sizdən başlayayım, Rahilə ana. Zəhmət olmasa özünüz haqqında, həyat yoldaşınızın adı, familiya, soyadı, övladlarınız, qardaş-bacınız haqqında zəhmət olmasa məlumat verədiniz. Mən Şahbazov Rahilə Nəcəf qızı. Bəli. Şahbazov Əsgər Həsən oğlunun yoldaşı. Bəli. Düzdür, mənim atam veteran olub. Mənim atam 41-in 45-in müharibəsinin döyüşçüsü olubdur. Özü veteran gəlib, olub. Yaralı gəlib. Mənim atamın 8 qızı var, 4 oğlu. Hamısında Allah'a şükür yer eləyib. Qızların ancaq, nə bilim, həyatları keçməkeşli olubdur. Zaur 94-cü ildə əskər gedibdir. Saldat olub, 4 ay saldat olub. Bu gedib itkin düşüb orada. 33 ildir mən onu gözləyirəm. Mən onu tapa bilmirəm, axtarıram. Onun həsrəti ilə yaşayıram. Amma tapa bilmirəm, nə ölüsün, nə bilsin bala. Allah səbir versin.
Rahilə xanım, Allah Atası 10 ildən sonra, ondan 10 il sonra xəstə oldu. Çox uzun xəstəliklər çəkdi, zülümlər çəkdi. Rəhmətə getdi. Özü ali təsirli bir adam olub. bəli, Halk təsərrüfatının üstün oxuyub, qutarıb. Yetimliklə. bəli. Əskərin atası 41-in müharibəsində gedib, o da itkin düşübdü. Aha, Atası 25 yaşında itkin düşüb. Anası qaçqın gələndə 49-cu ildə mənim öz atamgillə, nənəmgillə, öz əmsi ilə, əmləri ilə, dayıları ilə qaçqın gəlirlər. Gəlib onun anası 23 yaşında Laçın yolunun üstündə rəhmətə gedib. hə. Laçın yolunda da onu bastırıblar, dəfn eləyiblər. Yəni ermənilərin o 49-cu deportasiyası ərəfəsində Deportasiyası, taxtdan çıxarkən parkdan çıxarkən, qaçqın gələrkən 23 yaşında rəhmətə gedib çadır qururmuşlar, otururmuşlar, yatırmışlar, yol gəlirmişlər. Səhər açılıb bu gəlin durmayıb yuxudan. Gediblər ki, 3 yetimlə əskər, Telman, qardaşı, Xaldə bacısı. bəli. Oturub ananı, bu əskər 1 yaşındaymış. Ana öləndə. Onlar da 2-3 yaşında. Baxıblar ki, anasının yazıq uzanıb yemək istəyir də, Bəli. tapa bilmir. Atamgil onu götürüb, mənim nənəm, vətən nənəm, Bəli. atam, öz dayıları Bəli. götürüblər əmsi, onu orada dəfn eləyiblər, uşaqları götürüblər körpə-körpə. Biraz atam saxlayıb, biraz vətən nənəm saxlayıb, dayıları saxlayıb, sonra əmsinə veriblər, əmsi hən o kişiyə rəhmətli, o saxlayıb. Görüblər, yox, mümkün deyil də, bu 3 uşağı veriblər Dettoma. Bunlar Dettomda böyük. Əskər gediblər, əskərliklərini çəkib gəliblər. Əskər özü danışırdı mənə ki, poyizə minib mən əskər gedəndə baxdım, gördüm hamını ana ata görüşür, yola salıb. Mən ancaq boynumu bükmüşəm, ağlaya-ağlaya minib getmişəm. Orada da gedib ürəyindən aparısı olub, zülümlə qayıdıb gəlib. Bir bacı da qalıb, bir qardaş. Qardaşı Telman tokarlıq oxuyub, monteur olub. Bacı da toxuculuq məktəbində oxuyub, toxuculuq məktəbində oxuyub, toxucu olub. Sonra ərə getdi, onun da həyatı heç oldu, pis oldu. O da rəhmətə getdi, bir oğlu, bir qızı qaldı. Qızı da təzəlikcə rəhmətə gedib, xanım. O üçün bu yetimlər zülümlə böyüyüb, zillətlə böyüyüb. Gəldi, həyatımız da belə oldu, 5 bala böyütdük. Övladlarınız haqqında danış. 5 övladınız var, 5 neçəsi oğlum. birisi oğlan? 5'i də oğlan olub. 5 oğlan oldu. 5 dənə oğlan. Böyüyüm Allah Zaur olubdu. Hə, Zaur Bütün isə Zaur böyüyünüz olubdu. idi, hə. Bəli. Sonra Ramin, Elman, Tural. 5 evladım oldu. Böyük oğlum da getdi, belə itkin düşdü. Bunu övladlarınızın ən böyüyü dediniz ki, Zaur idi. Zaurdur. Digər övladlarınızdan hamısı sizin bərabərsiniz bu kənddə, yoxsa? Biri yox, Rusiyyətdədir Ramin. Hə, İkisi də Bakıdadır. Tural'la da Ragif Bakıdadır. sizə başladı. Qalıcı da ki, əmsi oğlu ilə bir sinifdə oxuyub Həsənlə. Hə. Həsən, Neymət. Atam danışardı həmişə. Ermənilər bunlara zülüm eləyirmiş. Ermənilər bunları nə əziyyətlə, nə zülümlə Bəli, o kənddən çıxardıblar. bəli. Yolları kəsiblər. Nə qədər atəş açıblar. Onlar başlarını götürüb bir zülümlə ayaqların baş açıq oradan qaçmışdılar. Qaçıblar. Gəlib bu kəndə çıxmışdılar. Birbaşa 49 ilə taxtdan çıxıb gəliblər Salyanı Bəli, bəli. Gəliblər Qarabağlı kəndinə. Qarabağ kəndinə. O bu yer verib, ev verib, yerləşdirib, çörək veriblər, bir təhər özlərin yerləşiblər. Müharibənin içindən çıxıblar, müharibənin içindən qaçıblar. Gündü nətər qaçıblar ki, bu ana gəlib yolda rəhmətə gedib.
Sizin o qohum əqrəbədən, tarpdan çıxanlardan, bu kənddə yaşayanlardan varmı? Bəli, əmisidir. Əmisi. Əmisi həmin o kişi rəhmətə gedib, balaları yaşayır. Hə. İsmail müəllim, Cəbrayil müəllim. Onunla Mehman rəhmətə gedib, Mehman, əmisi oğlanlarıdır. Həmin bunları, yetimləri götürüb saxlayan əmisi. Mənim elə yoldaşım öz əskər özü də gedib. Hə. Gəziblər də ondan sonra. Sonra biraz sakitlik olub da. Bunlar çıxandan sonra biraz sakitlik olub gediblər. Gəziblər, orada qəbirləri var, ziyarət eləyiblər. Ondan sonra çıxdılar, gəldilər. Bildik Mirza Zavur Kərimbəyli kəndində orta məktəbindən məzun olubdu. Bəli. Və verilişdən əvvəl dediniz ki, Zavur elə bir qəhrəman Qərbi Azərbaycanına o qədər bağlı olub ki, atasından, babalarından, hətta mənə dediniz ki, qohum əqrəbəsindən Qərbi Azərbaycanla bağlı, Dərələyazla bağlı çox belə gözəl fikirləri var idi. Hətta arzu edilmiş ki, mən orada qayıdacağam. Onun gözəl fikirləri. Bəli, bəli. Nə təhər olub. Biraz ondan danışardınız. Onları xatırlayıb, babası danışıb onlara onu. Bəli. Nəcəf babası danışıb ona ki, bizi necə çıxardıblar, qovublar. Amma ən əsas Zavur Həsənə görə getdi o yolu. Həsən haqqında dediniz, Həsən bu nə idi? Göstərdiniz. Əmisi oğlu. Hansı şəkildə? Bir dənə göstərin. Göstərdilər. Niməti də göstərdilər. O bir şəkildə daha yaxşı görsənirdi. O bir göstəriniz mənə siz. Bir burada lap yaxşı görür. Üzün çevirmə tərəfə zəhmət olmasa. Bax bu iki bir əmisi oğluna görə. Əmisi oğlu budur, bu da Zavur özü. O da Zavurdur, bir aşağıda da Nimətdir, sinif yoldaşı. O Bu da üçüncü. Bunlar 94-cü ildə birinci Qarabağ sinif yoldaşı birinci Həsənlə sinif yoldaşı şəhid oldu, gəldi. Bəli. Zavura dedim ki, səni qutaracam da, getmə. Həsəni öldürüblər, Niməti öldürüblər. Sən getmə yine, əyləş. Zavur mənə o sualı verdi ki, cavabı verdi. Mama, mən gedib Həsənin qanını alacam. Əmmi oğlunu? Əmmi oğlunun qanı bir erməni də olsa, onu öldürüb Həsənlə Nimətin qanını alacam. Onlar mənim qardaşlarım öldürür. Dedim, axı sənin erməniyə gücün çatmaz bala. Dedi, çatacaq. Bir erməni də olsa öldürəcək. 5 uşaqla buradan getdi, 4 uşaqla buradan əskərliyə getdi. Getdim yanına, dedim, səni qutaracam, Zavur, qoymayacam qalasan. Dedi, yox mama, mən Həsənin qanını almalıyam. Mənim qardaşımı öldürüb olar, sinif yoldaşımı öldürüb olar. 4 uşaqla, uşaqlar gələnlər dedi ki, dedim, bəs bu nətər oldu, siz gəldiniz, axı Zavur bəy necə oldu? Qran Kamot atırdı, deyir o. Kəşfiyyatçı idi. Kəşfiyyatçı idi. Kəşfiyyatçı idi. Deyir, durdu yanımızdan qaçdı ki, mən bir erməni də olsa demişəm, Həsənin qanını alacam. Öldürəcəm onları, Nimətlə Həsənin qanını almalıyam. Nə qədər uşaqlar çağırıb qayıtmayıb. Getdi, deyir, çıxdı bir təpənin üstünə, çığıra. Oradan deyir, düşdü yerə. Amma bir dəfə deyir, ana, mama deyir, çığırır. Deyir, səni çağırdı. Uşaqlar gəldilər, dəli olmuşdular ki, Nimət Zavuru qaytaralmadıq. Təpədən aşağında bir dəfə mama dedi, ay mama dedi, çığırdı. Oradan yıxıldı yerə. Bilmədik, öldü, qaldı, bilmədik. Allah sizə səbir versin, Rahilə ana. Həqiqətən çox ağırlıdır, acılıdır. Mən bir qardaşına söz vermədən öncə, bir qardaş kimi şəhidimizin qardaşı Elmana söz vermədən öncə, Rahilə xala, mən sizə bir şey sormaq istəyəm. Verilişdən əvvəl dediniz ki, bəli, şəhid anası olmaq, bu ağırlığın acını yaşamaq çox asan bir şey deyil. Allah sizə səbir versin. İcazənizlə mən Elman qardaşıma sormuşam. Elman qardaşım, şəhid qardaşı, şəhid anası olmaq nə qədər çətindirsə, şəhid qardaşda olmaq asan bir şey deyil. Siz hər zaman başınızı dik tutursunuz. Çünki vətən üçün qardaşınızı şəhid vermişsiniz. Nə deyə bilərsiniz? Məni birinci sinifə o aparıb. Orta məktəbə. Yaxşı. Həmişə yol göstərirdi. Böyüyümüz o idi. Allah sizə səbir versin.
Rahilə ana, əziz anamız, canınız dərd görməsin. Öncəliklə bir daha təkrar edirəm, bütün şəhid analarımızın qarşısında izləyəcəyimizin hüzuruna baş əyirəm. Allah sizə uzun ömür, can sağlığı versin. Yəni şəhidlər bizim başımızın tacıdır. Onların sayəsində biz bu gün müstəqilliyimizi qoruyuruq. Üstəlik də bayrağımız dalğalanır. Rahilə ana, siz bayaq qardaşı həyəcanla danışa bilmədi. Məktəbə getməyi necə xatırlayırsınız? Onun məktəbə getməyi, məzun olmağı, biraz ondan danışın. Biraz çətin olsa da o izləyəcəyimiz bunu görsün. O elə sakit uşağı idi. O elə yaxşı uşağı idi. O yay, qışı bilmədi. Uzaq idi məktəbimizdə. Elə gedirdi. Elə ağıllı idi. Ancaq Allah haqqı nəyə and içim ki, elə o can atırdı ki, mən gedim mən o qərbi Azərbaycan deyirlər ki, vətəni mən görüm, vətəndən ötürün o can atırdı. Deyirəm də bayaqki kimi ki, mən neynədim ki, səni qoymayacam, gedəsən. Dedi, yox amma o sözü mənə deməginə. Mən getməliyəm. Hələ torpaqlarımız 20% işğalda idi. Mən getməliyəm. Mənə o sözü deməginə. Mən uşaqlar gedə, mən qalam, sən mənə o sözü deməginə. O özü can attı, getdi. O babası da çox danışmışdı onun yanında. O Yerevandan ötürü, onlar olduqları yerdən çox danışmışdı. Deyirdi, mən gedim amma oraları həm görüm, həm də niyə bizim torpaqlarımızı alsınlar, biz də baxaq. Bəli. O özü can atdı. Qabaqca Həsən getdi. Dostu Neymət getdi. Onları da elə görəndən sonra dedi, yox, mən qalmaram, gedəcəm. Getdi də kəşfiyyatçı, həm kəşfiyyatçı oldu. Özü sevinə-sevinə deyirdi ki, mama cınağındakına bax, mən qrantamot atıram. Hansı küçə? Məntəqənin yanından düşüb gəlirsəni, birinci, onun adıdır. Şahbazov Zavr adına küçə. Düz asfaltın üstündə, amma ev zat vermədilər. Küçə adı verilibdir, əbədiləşdirilibdir. Həsənin heykəlin məktəbimizə qoydular. Ad verirlər, heykəlin qoydular. Zavrun da şəklin mərmərdən onun yanına vurubdular. Qapının o üzündə odur, məktəbində. Bu üzündə də budur. Şəklində vurdular. Yaralı yıxılıb. Mənim 37 yaşım var idi. Bəli. Bu şəhid gedəndə mənim 37 yaşım var. Mən ondan bəri şair olmuşam, bala istəyərəm bir kəlmə deyəməm. Buyur, zəhmət. Mən həmişə deyirəm. Aşıq çal balabanı, asta çal balabanı. Hamının balası gəldi və mənim balamanı. Mən onu axtarıram bala. Amma tapa bilmirəm. Onun gəlməyinə deyirəm, Allah tapılan sümüklərinə də mən onun qurban deyirəm ki, heç olmasa sümüyü gəlsin, bax qurban kəsərəm. Mən onu da tapa bilmirəm. Mən neyiniyim bəyində bala, nə deyim? Mən bala durub dərdimi də danışsam, çox danışaram. Çox əzablı günlər görmüşük. İkimiz də 5 uşağı nə zülmdən böyütmüşük. Çox əzablı günlər. Kasıblıq, kasıb. Ata belə detdomdan gəlmə. Ata yox, ana yox. İki qardaş, bir bacı. Yetimliklə böyüyüblər. Zillətlə balaları da belə oldu. Qardaşının da balası belə getdi, bunun da balası. Getdilər vətən yolunda. Şəhid oldular. Bəli. Vətən uğrunda. Amma bunların, Zaurgilin gedən vaxtı ayaqların baş açıq döyüşüblər. Ac qarınla döyüşüblər. Silahsız döyüşüb mənim balam. İndi baxıram ki, onu da deyəcəm, gizlətmirəm. Rahilə xala, Allah sizə səbir versin. Allah şəhidimizin məkanını cənnət eləsin. İcazənizlə mən sizlə sağollaşım. Növbəti verilişlərə görüşmək ümidi ilə. Allah köməyin olsun ki, yada salırsınız. Gəlirsən, çəkirsən. Allah sizə ömür versin. Çox sağ olun. Əziz Həsrət və Ümid verilişinin izləyiciləri, bugünkü bir verilişimizin də sonuna gəldik. Bugünkü verilişimizin qonağı
Salyan rayonunun Qarabağ kəndində yaşayan, əslən Qərbi Azərbaycan Paşalılarının Tarp kəndindən olan rəhmətli Şahbazov Əsgər Həsənoğlunun ailəsində olduq. Onun həyat yoldaşı Şahbazova Rahilə Nəcəf qızı, oğlu Şahbazov Elman Əsgəroğlu verilişimizin qonağı oldu və biz bu gün şəhidimiz 1994-cü ildə itkin düşmüş, Füzuli rayon ərazisində itkin düşmüş, amma ailəsinin dediyinə görə orada yaralı halda yaralı əsgər yoldaşlar danışıblar ki, bu döyüş yoldaşları deyib, bu yaralanıbdır, yıxılıb orada. Yəni bunu şəhid ailəsi bunu şəhid olaraq bilir, amma bir ümidləri var ki, bəlkə də sağdır, geri qayıdar. Biz də həsəd verilişimizin adı kimi ümidlə ailəmizə Allahın təqdirinə isə ona boyun əyməyi hər zaman arzu edirik. Allah səbir versin Laylana. Çox sağ ol. Bir verilişin də sonuna gəldik. Növbəti verilişdə görüşmək ümidi ilə Allaha əmanət olun. Sağ ol. Görüşənədək. Çox sağ ol. Allah köməyin olsun.